Doktor, psixiatr dəli həkimidir. Xeyr, bu yanlış təsəvvürlərdən biridir. Psixiatr dəli həkimi deyil. Psixiatr belə desək ki, bizim özümüz bizim bədənimizdən və bizim ruhumuzdan ibarətdir. Ruhumuz ətraf mühiti dərk etməyə, düşünməyə, cavablar verməyə və bizim bütün bədənimizi idarə edir. Bəzi hallarda bizim orqanlarımızın, bədənimizin çox salamat olmasına baxmayaraq, lakin bizim ruhu düşüncəmizdə olan bir yanlışlıqlar, oranın bir biokimyasının pozulması, maddələrin qarşılıqlı tənzimlənməsinin pozulması nəticəsində hər hansı biz yanlış düşüncələrə, yanlış təsəvvürlərə, yanlış davranışlara səbəb ola bilirik. Psixiatr bizim ruhumuzu diaqnoz qoyan, müalicə edən bir həkimdir. Eyni zamanda sadə dillə desək, əgər kompüterin yaxud bir cihazın müəyyən bir hissələri varsa da, müəyyən bir detalları varsa da, onu idarə edən onun beyni olduğu kimi, yəni proqramlı bir baxan proqramist olduğu kimi, psixiatr da insanın həmin bu sadə dillə dediyim kimi desək, bu proqram hissəsinə baxan bir həkim mütəxəssisdir.